Bugün əmək bazarında gənclər üçün yüzlərlə iş yerləri, yeni vakansiyalar açılır. Ancaq əksər işə götürənlər ən azı 2-3 il təcrübə tələb edirlər. Bu isə universiteti yeni bitirən gənclərin iş tapmasında müəyyən çətinliklər yaradır. Təcrübəli işçilərin axtarışı hazırki vəziyyətdə ona görədir ki, dövlət və özəl sektor nümayəndələri, işə götürənlər, rəhbərliklər əsasən hər hansı bir namizədin texniki və şəxsi keyfiyyətlərini yoxlamaq üçün təbii ki, onların real bir iş təcrübəsinə öncəlik verirlər. Belə ki, təcrübəçilərin real iş təcrübəsi olmadığı üçün həmin işə götürənlər artıq risk götürmüş olurlar. Namizədin nə dərəcədə loyal olduğunu, texniki bacarıqlarının yüksək olduğunu, korporativ mühitdə onların real təcrübəsi varmı, mail yazışmalarında məlumatları varmı, hər hansı bir şəxsi keyfiyyətlərini sübut edə biləcək, onları tövsiyə edib irəli çəkə biləcək bir nümayəndə varmı, hər hansı bir şirkət nümayəndələri və ya çalışdıqları bir qurum tərəfindən və ya hər hansı bir layihələr tərəfindən. Bu çətinliyi aradan qaldırmaq məqsədi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən təcrübə proqramı layihələri həyata keçirilir. Bu da gənclərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə verir. Agentlik tərəfindən ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri üçün nəzərdə tutulmuş Start Karyera Akselerasiya proqramının icrasına başlanıb. Proqramın əsas məqsədi tələbələrin əmək bazarına daha sürətli, məqsədyönlü və dayanıqlı inteqrasiyasını təmin etmək, onların praktiki bacarıqlarını gücləndirmək və ilk iş təcrübəsinə keçidini asanlaşdırmaqdır. Bu proqram 4 ay davam eləyəcək. İntensiv bir proqramdır. Bu çərçivədə iştirakçılara təcrübə yönümlü karyera planlaşdırılması, yumşaq bacarıqlar üzrə təlimlər, fərdi mentorluq sessiyaları, real iş mühitini əks elətdirən simulyasiyalar və tətbiqi tapşırıqlar, işə götürənlərlə birbaşa ünsiyyət və şəbəkələşmə imkanları təqdim olunacaq. Gənclərin karyera imkanlarının artırılması istiqamətində Azərbaycan Gənclər Fondu tərəfindən də müxtəlif praktiki layihələr keçirilir. Bizim elan etdiyimiz müxtəlif fərdi, istər gənclər təşkilatları olsun, istər fiziklər üzrə olan layihələrin mövzularında əsas elementlərdən biri elə karyera quruculuğu olur. Bu yaxınlarda bizim özümüzün icra etdiyimiz təqaüd proqramı da elə gənclərin əmək bazarına çıxışını hədəfləyir. Bizim proqramımız süni intellekt və innovasiya sahəsi üzrə idi ki, burada biz bu sahəyə maraqlı olan gənclərin bilik bacarıqlarının artırılması istiqamətində dəstək veririk. İlk öncə, daha sonra isə onların əmək bazarına çıxışını bir növ müəyyən tərəfdaş qurumlarla birlikdə dəstəkləməyi planlayırıq. Qeyd edək ki, ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən 84 mindən çox gənc aktiv məşğulluq tədbirlərinə cəlb edilib.